Saç boyama zamanı. Ani bir qərarla saçlarımı tündləşdirməyə qərar verdim. Çünki narıncılıq yuduqca ortaya çıxır və mən onları tonlamağa tənbəllik edirdim. Əvvəlki videolarımı izləyənlər bilər. Mən 7.1 və 8.1-i qarışdırırdım. İndi isə sadəcə 7.1-i saçlarıma qoyacağam və 40-45 dəqiqə gözlədəcəm. Öncəliklə boyanı yaxşıca qarışdırırıq. İçərisinə isə əlavə heç bir şey qatmırıq. Məsələn, saç baxım kremləri, yağlar, su. Bunlar saç boyasının təsirini azaldır. Mən saçlarımı öndən arxaya doğru boyamağa başlayıram. Videoda da gördüyünüz kimi saçlarımın uc hissələrini də boyuram. Çünki bütün saçlarımın rəngini tündləşdirəcəyim üçün uc hissələri də boyanın yaxşı dəyməsi lazımdır. Və boyanı yaxdıqdan sonra saçlarımı darayıram. Beləliklə saçlarımın bütün telləri boyanmış olur. Bu arada qaşlarımı da boyayıram. Qaşlarımda 5-6 dəqiqə, saçlarımda isə 40-45 dəqiqə boyanı gözlədib yumağa gedirəm. Və nəticə, buyurun, saçlarımın rəngi belə oldu. Mən çox bəyəndim. Ümid edirəm ki, siz də çox bəyəndiniz. Videonu bəyənməyi, məni takip etməyi unutmayın. Fikirlərinizi də gözləyirəm. Öpdüm.